Şirvan polisi oğurluq edərək vətəndaşlara 10.000 manata qədər ziyan vuran 2 qardaşı saxlayıb. Keçirilmiş əməliyyat tədbiri nəticəsində Sabirabad rayonu Nəsimi kənd sakinləri 1993-cü il təvəllüdlü Məhəmməd Sadıqlı və əvvəllər dəfələrlə məhkum olunmuş qardaşı 1989-cu il təvəllüdlü Ruşan Sadıqlı qabaqcadan əlbir olaraq Şirvan şəhərində yerləşən 6 mağazadan silsilə oğurluq edərək vətəndaşlara xeyli miqdarda maddi ziyan vurublar. Adı çəkilən şəxslər bu ilin yanvar ayından Şirvan şəhərində yerləşən mağazalardan ümumi dəyəri 10.000 manata qədər olan müxtəlif növ ərzaq məhsulları, elektron avadanlıqlar və nəqd pul oğurlayaraq sahibkarlara külli miqdarda maddi ziyan vurublar. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılan hər iki qardaş barəsində Şirvan şəhər məhkəməsinin qərarı ilə 2 aylıq həbs qəti imkan tədbiri seçilib. Onlar barəsində Şirvan polis şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Şirvan şəhərində qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, müxtəlif şəxslərdən müxtəlif mağazalara girərək, tamah niyyəti ilə müxtəlif ərzaq məhsulları, siqaretlər, elektron cihazlar oğurlayaraq müxtəlif şəxslərə xeyli miqdarda ziyanlıq vurmuşdular. Faktla bağlı hal-hazırda əməliyyat istintaq tədbirləri nəticəsində həmin şəxslər saxlanılmışdır. Şəmstan Fikrətli, Rəhman Məlikov, Dünya TV.